Bəzən olur ki, hər hansısa kitaba başlayırsan və onu yarımçıq saxlayırsan. Bəlkə də zamanı olmur, bəlkə həmin an o kitabla tanış olmağa hazır deyilsən. Belə kitablardan biri də Balaca Şahzadə Kaya adlanır. Bu kitab məşhur Balaca Şahzadə kitabının Antoine de Saint-Exupéry'nin Balaca Şahzadəsinin bir növ davamıdır. Amma kitabın müəllifi Kənan Rıza Afət adlı Azərbaycanlı gəncdir. Bu kitabın təqdimatında mən də iştirak etmişdim, təşkilatçılardan idim. Çox maraqlı və nəfis bir təqdimat keçmişdi. Müəllif çox yaxşı hazırlaşmış təqdimata. Mən həmin ildə 2023-cü ildə səhv xatırlamıramsa kitabı müəllifdən imzalı şəkildə övladım üçün əldə etmişdim və kitabı biraz oxumuşdum, bir 30 səhifə, sonrası qalmışdı kitab. Kitabın içində hətta qəşəng illüstrasiyalar da var. Müəllif özü çəkib illüstrasiyaları da. Bu günlərdə yarımçıq saxladığım kitablara təkrar baxırdım. Düşündüm bu kitabı alım, oxuyum, bitirim. Və kitabı 30 səhifədən başlayıb axıra qədər bitirdim. Hətta qayıtdım, ilk 30 səhifəni bir də yenidən oxudum. Kitabı çox bəyəndim, çox şirindir, çox gözəl dili var. Üslub olaraq Balaca Şahzadə əsərindəki o ruh, o enerji saxlanılıb, müəllif bunu bacarıb, bu çox önəmlidir. Dialoqlar, işlənilən frazalar, ifadələr çox oxşardır, çox ürəyə yatandır, doğmadır. Kitabın baş qəhrəmanı Kaya adlı bir qızdır. O qız və onun bir Potux adlı pişik dostu olur. Onlar bir macəraya atılırlar və Qızılgülü tapırlar. Qızılgül həmin Balaca Şahzadədəki Qızılgüldür və o Balaca Şahzadənin Qızılgülünü öz planetinə aparmaq üçün bir macəraya çıxırlar. Və nəhayətdə onlar Balaca Şahzadə ilə görüşürlər. Çox maraqlı aralarında dialoqlar, maraqlı bir macəra olur. Mən kitabı tam danışıb kitabın təsirini, marağını azaltmaq istəməzdim, amma mən müəllifi təbrik eləmək istəyirəm ki, belə dəyərli bir kitab ərsəyə gətirib. Kitab çox kiçik həcmli, 119 səhifəlik, balaca ölçülü bir kitabdır, asanlıqla oxunur. İçində qəşəng fotolar da var, rəsmlər də var. Çox dəyərli kitabdır. Düşünürəm ki, burada maraqlı frazalarla, cümlələrlə, insanın içini isidən dialoqlarla da tanış olacaqsınız və dönüb Balaca Şahzadəni, əsl Balaca Şahzadəni yenidən oxumaq istəyəcəksiniz. O baxımdan mən bu kitabı çox bəyəndim, çox dəyərli hesab elədim. İstəyirəm ki, sizin övladlarınız da bu kitabla tanış olsunlar.